Rahib Məmmədov adına döyüş şöhrəti muzeyində əfsanəvi kəşfiyyatçı Xan ləqəbli Səyyah Məmmədovun Mövlud günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə xanının ailə üzvləri, veteranlar, qazilər, Qeys Əliyev adına Üçoğlan kənd mədəniyyət evinin kollektivi, Rahib Məmmədov adına Mahızlı kənd tam orta məktəbinin müəllimləri və şagirdləri iştirak etmişdilər. Hər birinizi salamlayıram. İlk öncə Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin bütün kollektiv adından hər birinizi salamlayıram. Və nəzərinizə çatdırıram ki, bizim bu tədbiri keçirməkdə məqsədimiz həm aprel ayının 5-də Xanı qardaşımızın ad günü münasibəti ilədir, həm də qarşıdan aprel döyüşlərinin 10 illik münasibəti ilə bu gözəl tədbiri keçirmək və məqsədimiz oldu. İlk öncə Qəhrəmanlar Unudulmur adlı tədbirimizi açıq elan edirəm. Xanı qardaşımızın timsalında Azərbaycanın müstəqilliyi uğrunda canından qanundan keçmiş bütün vətən övladlarının xatirəsini bir dəqiqə sükutla yad edir. Əziz tədbir iştirakçıları, nəzərinizə çatdırım ki, bu tədbiri keçirməkdə Üçoğlan Kənd Mədəniyyət Evi, Qeys Əliyev adına Kənd Mədəniyyət Evinin bütün kollektivinin birgə təşkilatçılığı ilə bu tədbiri keçirməkdə özümüzə müqəddəs biz borc veririk. Çünki o müqəddəs borclardan biri də bizim Xanı qardaşımıza olan hörmətimizdir, onun qəhrəmanlığına olan hörmətimizdir. Hər kəs bütün Qarabağ, bütün Ağdam, bütün Azərbaycan xalqı Xanı qardaşımızla, Gizir Xanı qardaşımızla, Əhmədov Səyyahlar həmişə fəxr eləmişik. Onun sağlığında bizim Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində, bizim Rahib Məmmədov adına Mahızlı kənd orta məktəbinin birgə tədbirlərimizdə dəfələrlə bizimlə yanaşı, bütün tədbirlərdə nə vaxt dəvət eləmişik, öz sağlığında yaxından iştirak edib. Hətta nəzərinizə çatdırım ki, biz keçirdiyimiz tədbirlərdə bizim məktəbin uşaqları biləndə ki, Xanı qardaşımız burada həmin tədbirdə iştirak edir, dərsdən bəzi şagirdlər qaçırdılar və müəllimlərin narazılığına səbəb olurdu ki, icazəsiz uşaqlar gəlirlər. Çünki uşaqların o insana, qəhrəmana olan sevgisindən irəli gəlirdi. Və nəzərinizə çatdırım ki, aprel ayının 5-i 1971-ci ildə Ağdam rayonunun İsmailbəyli kəndində Xanı Əhmədov Səyyah anadan olur və o doğulan gündən bütün kənd sakinləri tərəfindən kimlə söhbət edir, İsmailbəyli sakinləri, Bağmanlar cəmaatı onu tanıyan hər bir kəs onun körpəliyindən böyüyüb, vətənpərvər olub, o cərgəyə qoşulana qədər hər bir insan ondan razılıq edib, hər bir kəs onun vətənpərvərindən danışır. Və Xanı qardaşımız haqqında onu demək olar ki, 1992-ci ildə
Ağdam cəbhəsində erməni təxribatının qarşısı, torpaqlarımızı ermənilər, qəsbkarları göz dikib, o əməllər törədən vaxtdan xanı qardaşımız öz bir vətənpərvər olaraq, kəşfiyyatçı olaraq o Ağdam cəbhəsində öz misilsiz qəhrəmanlıqlarını törətmişdir. Dəfələrlə yaralanmağına baxmayaraq, ancaq hər zaman yarası sağalmamış cəbhəyə qayıtmışdır və kəşfiyyatçı olaraq hər zaman fəaliyyət göstərmişdir. Və onun illərlə göstərdiyi fəaliyyəti bugün onun burada döyüş yoldaşları, veteranlar burada iştirak edir. Onlara söz veriləcək, onlar daha geniş danışacaqlar. Və onu da deyim, nəzərinizə çatdırım ki, hələ 1992-93-cü illərdə mənim rəhmətli atam ümumiyyətlə səs, muğam həvəskarı idi, rəhmətli atam. Və rəhmətli atam o dövrdə maşınlar, belə xırda maşınlar yox idi, orada böyük maşınlar işləyirdi. Kolxozda şofer idi, zil maşın sürürdü. Bir gün burada yolda hardasa rastına bir nəfər çıxıb, əl eləyib, saxlayıb götürmüşdü. Və deyib, hara gedirsən, söhbətlər tutub, deyib ki, Üçoğlan kəndində qalıram, özüm İsmail Bəldənəm. Nəsə, söhbət əsnasında görür ki, xanının səsi var. Xanı buradan aparıb evlərinə düşmüşdü, onda yol indi kimi asfalt yolu deyildi, daş yoluydu. Və xanı da bildiyiniz kimi İsmail Bəli kəndi işğala məruz qalandan sonra Ağdamın burada Üçoğlan Səfəri kəndində, yol kənarında, orada bir binada qalırdılar. Və atam onu aparıb orada düşürüb gəlmişdi və evə gələndən sonra atam dedi ki, yolda bir nəfər hərbiçi götürdüm. Həqiqətən dedi ki, çox belə həm qeyrətli, vətənpərvər bir oğlandır, həm də dedi xan kimi səsi var. Elə deyir ki, adım Səyyafdır, ancaq mənə səsimin belə yaxşı olması üçün mənə xanı ləqəbi veriblər. Ondan sonra bir gün burada rastlaşdıq, harasa gedirdik. Yol kənarında yenə gördük, burada hərbiçi vardı kəndimizdə və mənim rəhmətli atam məni saxladı maşından xanı ilə. O vaxt tanış elədi və o gündən, elə bu günə qədər ona olan hörmətimiz hədsiz olub, onun qəhrəmanlığı qarşısında həmişə baş əymişik. Allah xanı qardaşımıza rəhmət eləsin və bu günlərin bu tədbirin baş tutmasında mən Sevda xanıma özlərim minnətdarımı bildirirəm. Bizim muzey kollektivinin bu ailə ilə, xanımın ailəsi ilə gedib görüşmək bizim bir iş planımızda var idi ki, buna hər zaman bizi narahat edir ki, gedək, ailə ilə görüşək. Fikirləşdik ki, biraz vaxt keçsin, zaman keçsin, biraz özlərinə gəlsinlər, toxtasınlar. Çünki elə bir qəhrəmanı, bir ailəni itirməyi, nə demək olduğunu itkisi olan insanlar yaxşı bilərlər. Bu günlərin bizi burada toplayan, birləşdirən dəyər var. O dəyər qiymətləndirən insanların hər birinə özlərimi minnətdarımı bildirirəm. Raif Məmmədov adına Mahmud Kənd Orta Məktəbinin müəllim və şagird kollektivinə öz minnətdarımı bildirirəm. Ağdam Veteranlar Birliyinin sədri Elşən müəllim özlərimi minnətdarımı bildirirəm ki, veteranlarla bircə buradadırlar. Və Qorxmaz qardaşımıza öz dərin, sonsuz minnətdarımı bildirirəm ki, Qorxmaz müəllimi tanıyan hər bir kəs bilir ki, artıq 5 ildir bizim Qarabağ 44 günlük vətən müharibəsindən sonra bizim torpaqlarımızın azadlıq uğrunda canından keçmiş bütün şəhidlərin bütün tədbirlərində, istər Mövlud günlərində, istər anım günlərində Qorxmaz qardaşımız öz vətənpərvəri ilə öndə olub, hansı işi olsa da, vacib iş olsa da o işin yarımçıq qoyub və hətta onun nəvəsi bir dəfə xəstələnmişdi, onu həkimə də aparmayıb ki, hansısa gedin bir tədbirdə, o tədbiri yola verməsən düz gəlməz. Sağ olsun, ona da özlərim minnətlarımızı bildirir və bu günlərim burada olan veteranlara mən özlərim minnətdarımı bildirirəm ki, bunu eşitmişsiniz, tədbirə gəlmişsiniz, Allah canınızı sağ eləsin. Bizim aramızda bugün Salih qardaşımız var. 1-ci Qarabağ müharibəsində o da bir əlində tip çantası, həkim Salih kimi tanınır, bir əlində avtomatı ilə o da vətən torpağında döyüşlərdə iştirak edib. Və bugün bizim aramızda bizim tanıdığımız Ağdamlı, Vəliyyəddin Adil Ağdamlı ləqəbli şairimiz buradadır. Həqiqətən də sağ olsun. Hansı tədbirimiz olursa, rayonda hansı tədbir keçirilirsə, Vəliyyəddin qardaşa bircə gün qabaq müraciət eləmişik, həmən şəhidimiz qəhrəmanımız haqqında şeirlər yazıb və xanı qardaşımız haqqında hələ illər bundan qabaq onun sağlığında da onun şeirləri var və 2 gün bundan əvvəl işlərində belə bir tədbir var. O da məmnuniyyətlə dönə-dönə gedir ki, mən o tədbirdə iştirak eləməliyəm. Mən tədbirdə çox danışmaq olar. Xanı qardaşımızın qəhrəmanlığından, onun keçdiyi həyat yolundan daha çox danışmaq olar. Ancaq burada qonaqlara söz vermək lazımdır. Mən ilk öncə istərəm Ağdam Veteranlar Birliyinin sədri, xanı qardaşımızın yaxın dostu, silahdaşı Elşən müəllimə söz verirəm. Çox sağ olun, sağ olun. Hər bir kəs öz dərin təşəkkürümü bildirirəm. Tədbirdə iştirak etdiyiniz üçün. Bəli, bu günləri
xalqın qəhrəmanı olan Xan qardaşımızın doğum günüdür. 5 aprel. Yəni bu günə qeyd edirlər sahiməli. Və bizim öz tədbirimiz inşallah Xan qardaşımızın doğum günü qeyd ediləcək. Onun üçün sizə çox minnətdarlığımı bildirirəm. Allah sizə razı olsun. Bəli, xalqın qəhrəmanı heç vaxt unudulmur. Xan Lakin tam bildiyi kimi bir elin qəhrəmanı, bir Azərbaycan qəhrəmanı idi. Ağdamın adını yaşadan bir insan idi. Əsl Qarabağlı, əsl Ağdamlı olan bir hər bir keyfiyyət onda var idi. Niyə ki, Xanı deyəndə orada hər şey cəmləşir. Nəinki Qarabağlı, orada vətənpərvərlik, orada vətəni necə sevmək lazımdır, onu biz Xandan öyrənmişik. Niyə ki, mən yenə deyirəm, 95-ci ildə əskər olanda heç mən tanımırdım. Xan da əskər idi, amma taun komandiri vəzifəsini icra edirdi. Ağzakənddə toplamış idi kəşfiyyatçıların, mən də əskər idim, kəşfiyyatçı idim. Mən hər yerdən bunu demişəm, tanışdığımız barəsində ilk öncə mənim rəisim vardı, Rəşad İbrahim uşağı idi. Və bir şamaqlı gizirimiz var idi, qəşək səsi var idi. Təlimdən qayıdırdıq, başladı oxumağa. Mənə dedi ki, uşağı bizim rəisimiz olan Rəşad müəllim, mən sən niyə oxumursan, Ağdamırsan? Dedim, hər Ağdam indi yüksək səviyyədə indi oxuyur, amma indi bizə qismət olmuyor. 20 dəqiqə keçmiş aşağıdan bir səs gəldi. Dedi, gördün o kimdir? Dedim, yox. Dedi, o Xanıdır. Dedim, Xanı kimdir? Dedi, Ağdamlıdır, sənin yerinə tanımırsan. Dedim, yox. O 708-də xidmət edirdi. Mən 130-da. İlk tanışdığımız oradan gəldi. Getdik, görüşdük, elədik. Ondan sonra mən getdim hər məktəbə oxumağa və oxuduğumuz müddət ərzində bir Ağdamlı kimi mən həmişə istəmişdim ki, o bizim 16 milli qəhrəmanımız, 6500 şəhidimizin adını həmişə uca tutaq. Və Xanın adın həmişə, hamı deyir ki, Xan olacaq, kəşfiyyatçı olmayacaq. Biz kəşfiyyatı oxuyandıq. Niyə ki, o kəşfiyyatın təməlini qoyanlardan ən əsası Xan idi, Raquf idi və digər bizim kəşfiyyatçılarımız vardı. Amma özəkləri bunlar idi və bu şəxslər idi. Və 2005-ci ildən biz təzdən yenə görüşdük. 2016-cı il idi. Yox, 2012-ci il idi mən bura gələndə Ağdama, tabur komandiri gələndə, burada dedi ki, gördün sənin də gəldi. Yəni, mən uzun müddət başqa bölgələrində xidmət eləmişdim. Və orada bizim daha yaxından xidmətimiz başladı. Bizim şəhidimiz Polkovnik Raquf Borcovla və Xanı qardaşına, Yasən qardaşına biz daimi bir yerlərdə, tədbirlərdə, hansısa bir şəhid tədbiri olanda özümüzü yetirirdik. Hansısa bir şəhid ailəsində nə problem olanda özümüzü yerinə yetirirsən də. Deyir, onun hamısı mən planlayıram. Mən hərbiçiyəm ama. Yəni, bu günləri burada yığışmaqda məqsəd odur ki, biz qardaşımızı unutmamalıyıq. Niyə ki, o bizi unutmurdu, şəhidlərimizi unutmurdu, o şəhid ailələrini unutmurdu. Çox sağ olun, Allah razı olsun. Sağ olun. Qardaşımın qarşısında olur, qarşısında baş əyir. Allah sizə bacı səbir versin. Allah səbir versin, hər birimizə. Sağ ol. Çox sağ ol. Çox sağ olun, Rəşad müəllim. Allah canını sağ eləsin. Biz son il dövrlərdə 44 il vətən müharibəsindən sonra 5 il müddətində bütün şəhid anım tədbirlərində, bütün şəhid ailələrinin görüşlərdə həmişə Xanı qardaşımızla sizi biz bərabər görürük, cüt görürük və yaxud dediniz Quzanlı Şəhidlər Xiyabanı, ikinci o birinci Qarabağ müharibəsinə ayrılan Şəhidlər Xiyabanının abad olunmasında da sizin misilsiz zəhmətiniz olur. Allah canınızı sağ eləsin, var olun, sağ olun. Və Xanı qardaşımız həqiqətən də vətənpərvər idi, kəşfiyyatçı idi. Kəşfiyyatçı, hər insan kəşfiyyatçı olmur. 100 hərbiçidən içərisindən 5 nəfər, 3 nəfər
cəsur insan çıxır ki, onlar qorxmaz olurlar. Çünki onlar hər an düşmənin arxasına sızırlar və 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızda hər zaman xanı qardaşımız öz ürək istədiyi vaxt, ona verilən hərbi əmrlər zamanı, hər zaman erməninin arxa cəbhədə elədiyi bütün hərəkətlərdən xəbərdar olur. Çünki qorxmaz olur, maniyələri istədiyi vaxt dəf edir və Azərbaycan ordusuna hər zaman öz töhfəsini verir. Allah qəhrəmanımıza rəhmət eləsin. Qəhrəmanlar haqqında hər zaman qəhrəmanları yaşadan insanlar həm birinci onların özünün qorxmazlığıdır, onların qəhrəmanlığıdır və ikinci hər zaman yazıçılar, şairlər tərəfindən qəhrəmanlar həmişə yazılır, şairlər yazmasa, bunlar haqqında gələcək nəsillərə kitab formasında, qəzet formasında onun aparat çıxardanlardan biri də həmən şairlərdir. Bugün aramızda olan Vəliyyətdin Adil Ağdamlıya söz verirəm. Onun da bizim şair, qəhrəmanımız haqqında deməyə həm şeiri var, həm sözü var. Mən də bütün tədbir iştirakçıların hər birini salamlayıram. Sevda müəllimə, sağ olun Sayın müəllim ki, bu möhtəşəm tədbir təşkil olunur. Bugün burada olan qonaqların hamısı bir daha şəhidlərimizin hər zaman yanlarında olduqlarının bir sübutudur. Bugünkü tədbir hamımızın tanıdığımız, fəxrimiz, qürurumuz olan xanı qardaşımızın tədbiridir. Allah qəni-qəni rəhmət eləsin. Bəzən bir adam haqqında nə qədər danışarsan, onu kimlərəsə tanıtmaq üçün sonunda elə olur ki, deyilən söz hardasa qalır heç. O adam haqqında heç ki bir məlumat olmur. Amma xanı qardaşın öz getdiyi həyat yolu hamıya məlum olduğu üçün harada adı varsa artıq onun elə sözlər gəzilir haqqındakı sanki bir düşüncə tərzin hamı axtarır ki, elə bir müqəddəs söz tapın ki, heç olmasa ona layiq olan bir söz demiş olum. Yəni, o dərəcədə ali, o dərəcədə qəhrəmanlığı getdik göstərmiş böyük bir şəxsiyyət, böyük bir varlıq olub və nə yaxşı da ki, bizim millətin, bizim xalqımızın, ağdamlığımızın bir mərd oğludur. Mən də vaxtınızı çox almayayım, mən də ona elə həsr etdiyim bir şeirimi. Vətənin, elinin, yurdunun dərdin həmişə qəlbində çəkirdin səyyar. Qoruyur millətin, şərəf qeyrətin, düşmənin gözünü tökürdün səyyar. Didərdin düşəndən doğma ocaqdan, coşdu damarında nifrət ilə qan. Rahatlıq nəymiş bilmədin bir an, dan yerin yuxusu sökürdün səyyar. Bir anda yadından çıxmadı sənin, əsarət altında qalan vətənin. Gəzdin qarış-qarış şəhərin, kəndin, düşməni qarşıda çöktürdün səyyaf. Tanındın hər yerdə, xanı adında. Xoş sözlər dolandı hey ünvanında, cəsarət qorxmazlıq vardı qanında. Düşmənin yanından ötürdün səyyaf. Ürəklər dağlayan acı xəbərin bir anda bürüdü bütün hər yanı. Adil göz yaşların saxlaya bilmir, ona da bir doğma qardaşdın xanı. Həm əziz, həm doğma yoldaşdın xanı. Allah rəhmət eləsin, xanı hər birimizin fəxrimiz, qürurumuzdur, hər zamanda hamının qəlbində yaşayan bir şəxsiyyət. Allah rəhmət eləsin. Çox sağ olun bizim dəyərli, gözəl şairimiz, Allah can sağlığı versin. Hər zaman qəhrəmanlar haqqında gözəl şeirlər yazırsan. Və mən bu günlərin bizim tədbirimizin bu təşkilatçılığında bizə yaxından kömək göstərən Qeys Əliyev adına Mədəniyyət Evinin direktoru Sevda xanıma söz verir. Bugün burada xanı qardaşımızın ləqəbi xanımı, Səyyaf qardaşımızın burada, silahdaşlarına buradadır. Mən hər birinizi salamlayırım. Biz sizinlə fəxr edirik, qürur duyuruq. Bəli, xanın ölməz qəhrəman, bizim üçün bir dastan yazan, bir nağıl dastanı yazan bir qəhrəmandır. Həqiqətən də budur. Bugün mən xanımın yaxınları buradadır, onun yoldaşı buradadır, övladları buradadır, qaynı buradadır, Müsal qardaşımız. Allahdan sizə səbir diləyirəm. Allah sizə səbir versin. Deyir, vətən mənə oğul bilsə nə dərdim, mamur olur, kölgəsində bitərdim. Bəli, vətən xanı qardaşımıza oğul dedi. Xanı qardaşımız vətənin oğlu oldu.
dar günümüzdə hamıya kömək oldu. Allah yaxınlarına səbir versin. Allah rəhmət eləsin. Məkanı cənnət olsun. Ruhu şad olsun. Allah sizə səbir versin bacım. Allah övladlarına torpaq sana ömür versin. Çox sağ olun. Sevda xanım, çox sağ olun. Siz həmişə bir şəhid adı daşıyan bir müəssisə olaraq bütün kollektivinizlə, bütün vətənpərvər ruhlu tədbirlərdə yaxından iştirak edirsiniz, tədbirlər keçirirsiniz və öz kollektiviniz adından sizin kollektiviniz dərin minnətdarımızı bildiririk. Hər zaman, bəli, xanı qardaşımız vətənpərvər ruhda yoğrulmuş bir insan idi, böyük bir insan idi. Və bu günlərin bizim aramızda, biz nəsil, bu da yaşlı nəslin nümayəndələri, orta nəslin nümayəndələri onu görüb, o ağrılar çəkmişik. İtkilərimiz də olub, amma ancaq bugün bizim aramızda burada məktəblilər var. Əllərində bayraq qalxızaraq Rahib Məmmədov adına Mahrız kənd orta məktəbinin və müəllim və şagird kollektivi iştirak edir. Bizim aramızda bugün 2 hərbi müəllim iştirak edir. Biri Rahib Məmmədovun vaxtında oxuduğu indi Rızalar kənd orta məktəbinin adını daşıyan məktəbin hərbi müəllimi Faiq müəllimdir ki, Faiq müəllim də nəzərinizə çatdırım ki, bizim xanı qardaşımızın silahdaşı olub, yaxın ailə münasibətləri olub və burada yenə Qarabağ müharibəsi, Əfqanistan müharibəsinin veteranı Vaqif müəllim burada iştirak edir. Rahib Məmmədovdan Mahrız kənd orta məktəbinin hərbi müəllimidir. O da hər zaman gənc və nəslin vətənpərvər yetişdirilməsində mühüm addımlar atır. Mən sözü Vaqif müəllimə. Bəlkə də mən başqa bölgədə olsam, başqa bir ölkədə olsam, xana haqqında çox dərin danışardım. Bugün burada xanın qəhrəmanlıqları hamıya bəlli olduğu üçün mən o haqda heç də deməyəcəm. Bir onu deyəcəm ki, xanı dünənin cəsur döyüşçüsü idi, bugünün şəhididir və gələcək nəsillər üçün örnək olan bir qəhrəmanımızdır. Allah ruhunu şad eləsin, Allah əzizlərinə, doğmalarına səbir versin. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Çox sağ ol, Allah canını sağ eləsin. Sən həmişə bir qəhrəman adını daşıyan məktəbin hərbi müəllimi olaraq bu məktəbin şagirdlərini hərbi xidmətə yönəldilməsində sənin zəhmətin böyükdür. Öz minnətdarımızı bildiririk. Bugün bizim aramızda veteranlar iştirak edir. Yenə dedim, 1-ci Qarabağ müharibəsinin veteranı Salih Həkim iştirak edir. Mən sözü Salih Həkimə verirəm. Çox sağ olun Sahib müəllim. Mən də tədbir iştirakçılarının hamısını salamlayıram. Minnətdarlıq edirəm ki, bax bu məclisdə şəhid anımında yüksək səviyyədə iştirak edirlər. Mən xanı qardaşımızı lap elə demək olar ki, 88-dən biraz sonra tanımışam. 88-ci ildə mən Rzayev Yaqubun özünə müdafiə dəstəsinə qoşulmuşam və xidmət eləmişəm. Demək olar ki, mən Qullar rotasına zvod komandiri kimi iştirak edən zaman mən xanını tanımışam. Bizim Qullar rotasına 2 mərtəbəli uşaq bağçası vardı. Orada biz rota şəraitinə yığılmışdıq, təsdiqləşmişdik. Yəni xanı qardaş gəlib orada bizi həmişə yoxluyurdu, bizə bilmədiyimiz şeylər vardı, onları deyirdi. Çünki onlar razveşk idi. Xanının da bunu deyin ki, döyüş yoldaşı Zahid mənim Şuşada tələbə yoldaşım olub. Elə ona görə də çox münasibətimiz yaxşı olubdur. Demək olar ki, can yataq, gül yataqdan tutmuş Ağbulaq Dəhraz döyüşlərində, Fərrux döyüşlərində biz xanı ilə bir yerdə çiyin-çiyinə vuruşmuşduq. Hələ onlar bizdən ön cəbhədə olmuşdu. Demək olar ki, bu lap son döyüşlərdə Mərzili kəndinə ağır silahlarla ermənilər hücum edən zaman, yəni düzdür, Novruzluya girə bilmədilər, Usuf canını almaq, demək olar ki, almışdılar. Həmən o zamanlarım mən bilirdim ki, orada bizim döyüş yoldaşlarımız var. Ən axırıncı döyüşdə dedilər ki, orada bizim 3-4 nəfər yaralımız qalıb. Yəni, onları çıxartmaq lazımdır. Yəni, mən də fikirləşdim ki, mənim də Moskviçim vardı, yəni yaralı zad gətirmək üçün bizə sərfəli idi o. Nəysə, mən də şoförliyi yaxşı bilmirəm.
Bu arada Qarazeynallıdan Salih adında olan var. Burada qəsəbədə qaçqındır. Bizdə Ural sürür. Ural maşını sürür. Dedi ki, bəs yaralı var, kimsə gedərmi? Birim mən razılaşdım, mən çıxdım. Biri də Qarazeynallı olan Salih çıxdı, adaşdı. Nəysə, getdik, hümbətlərə keçəndə gördük ki, orada biz həmişə zapravka edirdik. Kolxozun zapravkası idi. Orada tanklar yolu elə eşmişdi ki, heç maşın keçmirdi. Yəni, mən gördüm ki, biraz səhhətimlə bağlı maşını sürə bilməyəcəm. Verdim adaşa, sürdük, getdik. Demək olar ki, həmən onun da qaynatası o kətdəndir, müəllimdir. Dedi, bura mənim elə qaynatamın evi buradır. Dedim ki, oradan səs gəlir. Bəyəz biz burada aralaşaq da. Düşdük, aralaşdıq. Dedik, ola bilər ki, biz düşdük mühasirəyə. Biz bilmirik o vəziyyət nətərdir. Nəysə, gördüm ki, bu adaşla düzdür, silahımız da var, qranat da var, özümüzü müdafiə eləməyə. Qaçdıq. Mən də həkim sumkam, zadım hamısı maşındadır. Bunu da götdüm, qaçdıq. Aralda dayandıq. Bir də gördüm ki, ayından səs gəlir. Usufcanın nəyək tərəfindən. Danışa-danışa gəlirlər. Deməli, orada bizim kətçi Şamil, rəhmətli şəhid, ən elə xanının ən yaxın dostu, silahdaşı idi. Dedim ki, adaşa dedim ki, səs gəlir. Gördüm ki, bir nəfər ayından qayıtdı ki, bəs o bizim kətçidir, maşını buradadır. Ondan sonra ürəkləndik, gördüm ki, Zahiddir, xanıdır, bir də Şamil. Bunlara yaxınlaşdıq deyə də yaralanmamışıq. Amma valla elə yorulmuşuq ki, yaman yaxşı gəlib çıxmışsınız. Bunları yığdıq maşına, gəldik. Gəldik, düşdük adaş Salihgilə. Orada bunun yoldaşı dedi ki, bir çolpa tutdu kəsəcəm yiyin də bunu. Bu çolpanı tutdu, kəsmək istəyəndə düz mən istəyirdim kəsilsin, Şamil qoymadı. Dedi ki, mən onsuz da çolpa əti yemirəm, yeməyək. Şaqalatla bizə çayzad verdilər, yəni gətirdik Zahidgili, bunları da ikisi bir yerdə düşdü. Az yaşlı 2 nəfər də vardı, razvet qrupadan. Onlar da düşdü, 4-6 nəfər idik. Yəni, mən onu demək istəyirəm ki, mən xanının qəhrəmanlığını, igidliyini, mərdliyini, demək olar ki, insanda nə yüksək səviyyə vardısa, mən onu da gördüm. Allah ona rəhmət eləsin, ruhu şad məkanı cənnət olsun, ruhu qarşısında baş əyər. Çox sağ olun. Siz də dəyərli məlumatlar verdiniz. Bəli, xanı qardaşımızın qəhrəmanlığından danışıb qutarmaz mümkünsüzdür. İllərlə, aylarla onun haqqında danışmaq bütün Azərbaycan xalqı danışır. Çünki 30 ilə yaxın o həm hərbi xidmətdə olur, həm təlimlər keçib kəşfiyyat xarakterli, kəşfiyyat Azərbaycan bütün bölgələrindən onun əsgərləri olub. Çünki onun şəhadətə qovuşduğu gündür, biz onu insanları, insan axınını onda gördük ki, həqiqətən də insan nə qədər böyük hörmətə layiq imiş. Onun əməli, onun vətənpərvəri ilə qazanmışdı. Allah ona rəhmət eləsin, yaxınlarına bir daha səbir edirəm, can sağlığı diləyirəm yaxınlarına, Allah güzələ kömək olsun. Onun övladları həmişə Azərbaycan xalqına nümunə göstəriləsi bir övladlardır. Çünki onların valideyni, onların atası xanı qardaşımız olur. Və bu günlərin bizim aramızda bir nəfər insan var, Timur Zahidoğlu var. Mən onu dəvət edirəm bura, yanımıza gəlsin və Timur Zahidoğlu illərlə özü hərbiçi olsa da və hər kəsə məlumdur ki, o jurnalist fəaliyyəti ilə məşğul olur. Döyüşlər gedən vaxt istər 2016-cı il, istər ondan sonraki ara qarşıtılan dövrlərdə hər zaman Ağdam cəbhəsində, başqa-başqa cəbhələrdə olub və xanı qardaşımızın haqqında mən 2014-cü ildə bir nəzərinizə çatdırım ki, yəni bizim tədbirlərdə bayaq dedim, dəfələrlə yaxından iştirak edib. 2014-cü ildə Ağdam səmasında, cəbhəsində erməni helikopterinin vurulmuşdu bir gizir tərəfindən. Həmin helikopterinin vurulması da YouTube kanalında var və gördüyünüz bu hissələr vertolyotun hissələridir, həmən helikopterin hissələridir. Bunu xanı qardaş biz tədbirdə iştirak edəndən sonra dedi ki,
mən bura eksponat verəcəm və gətirdi bu 2 eksponatı verdi, dedi həmin helikopterin bunlar hissələrdir. Mən dedi icazə olmadan hansısa bir polkovnik deyib ki, xan Farad dur, sən bilirəm ki, Farad durmayasın. Onun haqqında yaşamadım daha yaxşı bilir. Və yenə də xanı qardaşımız gecə ilə keçib, o həmən helikopterin müəyyən hissələrini gətirmişdi və bunu bizə verəndə dedi ki, bunun üstündə olan diyotlar da qiymətli diyotlardır. Bunu məndən dəfələrlə bəzi insanlar istəyib ki, mən neyim, ancaq mən bunu qiyməti olan yerə verməyi özümə məqsəd qoymuşam və getdi muzeyə verdi və o çox bizə demişdi ki, başqa-başqa eksponatlarımıza onu verəcəm və çox sonralar bizim bu Teymur qardaşımız həmən bu gördüyünüz kimi dəbilqəni buna maskalat deyirlər, gizlənmək üçün ki, yəni görünməsən və gördüyünüz kimi bu muxa deyilən grantamyotun bir hissəsidir ki, bu bir dəfə atılır və bundan 4 dənədir. Bax, bu gördüyünüz bunları xanı qardaşımız, bizim bu Teymur qardaşımıza vermişdi və ondan sonra da Teymur da dedi ki, mən onu layiq olduğu yerə verirəm və gətirdi bizim muzeyə verdi və bu eksponatların hamısı bizə xanı qardaşımızdan qalan, onun yadigar olaraq eksponat şəklində biz bunu saxlayırıq muzeydə. Və mən sözü verirəm Teymur qardaşımıza. Təşəkkür edirəm. Xanı haqqında danışanda hardan başlayıb, harda yekunlaşmaq, bunu müəyyən eləmək biraz çox çətindir. Amma xanı ilə bizim 93-cü ildən tanışlığımız sonradan dostluğa, qardaşlığa çevrildi. Həm müxtəlif istiqamətlərdə, başqa-başqa istiqamətlərdə kəşfiyyat bölüklərində xidmət edirdik. Amma xanı ilə bizim ən çox dostlarımıza məlum olan zarafatlarımızdır ki, bunun bizim zarafatların böyük hissəsini Azərbaycan ordusunun bəlkə də yarısı bilirdi. Mən burada işlədiyim vaxtlarda arada zəng edirdi ki, gəl bir çay çək. Həmişə gedirdim bu Əhməd Ağalı tərəfdə çay çəkdik. Bunların bölüyündə. Bir gün də zəng elədi ki, haradasan? Dedim, Quzanlıya gəlir. Dedi, saat 4-də futbol oynayacaq. Gəl elə həm biraz futbol oynayaq, həm də çay çək. Dedim ki, yaxşı, gələcəm. Birdən ayla qayıtdı ki, köhnə yerə gəlmə, ha. Dedim, hara gəlim bəs? Dedi ki, köşmüşü 3 oğlana plan yerə, ambara. Gülmək mənim tutdu. Dedi, nəyə gülürsən? Dedim ki, ay xanı, gör bu ordu nə gündədir ki, bu millət nə gündədir ki, bu ölkənin ən adlı sanlı kəşfiyyatçısının dislokasiya yeri qaynanəsindən 2 kilometr daldadır. Nəysə, qayıtdı ki, həmişə də mənə bir sözü vardı. Dedi ki, Allah üstünü ot döyməsin. Nəysə, güldü, dedim, xanı, Allaha and olsun, bunu bütün orduya danışacağım. Deyir, məni biabır eləmir. Bax, beləcə xanı mənim üçün günəş adamdır. Dünyanın harasından baxırsansa bax, onun işığını görürsən, onun nurunu görürsən. Nuru əski olmasın. Mən xanını aramızda yoxdur demirəm. Mən həmişə deyirəm ki, xanının nuru əski olmasın. Çünki xanı dostluğunda, qardaşlığında, döyüş yoldaşlığının da bütün bunların hamısının məhvərində xüsusilə çəkisi, xüsusilə payı olan bir adamdır və inşallah onu tanıyanlar, şəxsən tanımayanlar və bizim sonraki yaş nəsillərinin arasında bu vətəni sevəni, bu torpağı sevən, onun qədrini bilən hər kəs öz-özlüyündə elə bir xanı kimi yaşayacaq, xanı sevə-sevə yaşayacaq. Təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun. Teymur Bey. Buyurun. Demək, 2014-cü ildə mənim taborumun arasında helikopteri vurdular bizim uşaqlar. Həmən dəqiqə mənə zəng elədi. Təbrik edirəm səni. Xanı zəng elədi. Dedi, axşam oldu. Özü məzuniyyət deyildi. Qayıtdı, gəldi. Demək, Cənab General Korpusalımız gəldi həmən postdan. Çatan kimi komandir zar sordu. Dedi, haradadır xanım? Dedi ki, yerində olarlar. Dedi, çağırın tez gəlsin. Bu da məzuniyyətdir. Mən deyirəm ki, bəbəli, dedi, gəldi. Gəldi, çatan kimi dedi, xanım, o tərəfə keçsən, səni tutturacaq. Belə dedi, ya məruz eləməmiş ha. Çağırdı yanına, əvə saldı, bax deyirəm ha, o tərəfə keçsin. Bilirəm də sən gedirsən, amma bax sana söz deyirəm. Nəysə, gedəndən sonra deyir, mən xanı saniyə, dedi,
məni pakırvatırlar, axşamdan keçir. Gedirlər, söz deyir, dedər narahat olmasın. Bizdə də tanklar var, çıxardırıq, onu gecə görməsi var. Gecə vaxtı çölü belə göstərir. Quş hər bir həşəratı göstərir. 2 dənəsini qaldırır, həmən istiqamətə ki, birdən düşmən irəliyir. Gecə bana zəng elədi ki, bax sağım burada. Dedim, haradasan? Dedi, evdəyəm. Dedim, mən nə danışsın? Dedi, nəysə də sahibi söz deyirəm. Heç üstünə 5 dəqiqə bir qadın gəlirsə mənə zəng elədi ki, sən istiqamətdə bir qrup gəlir. Onu qarşıla, mən atıb dedim, dəymə, bunu dəqiqləşdirim, gələm yanıma. Mən buna zəng gələn dedi, əsas nə dedim? Qaçdım tankın yanına. Dedim ki, xanı o tərəfə keçir də, qruplu. Dedim ki, heç nə deməyik. Hoşum, bir də gördüm, qucağında bir yekə aparatda biz əsas lazım idi ki, qara qutuqda gecə vaxtı hamısını yığıb, əskərlərin gözündə də bir yekəsini gətirir. Cəhət dedim, mən bu nə? Dedi ki, dəyərsən qara qutuqdur, o şeyi göstərir. Baxdı ki, o sarı rəhdə olur da, gecə bilmiyorum. Baxdı o deyil, bir radiator gətirmişdi, bununla gizlədi. Gizlədi, səhərsi korpus komandiri o heyətlərlə gəldi ki, orada ekspert kimi heyətlər gəldi ki, baxsın, baxış keçməyə. Gəldi, bu gedibdir. Gəldi, bunu da qoyub, postun arxasına. Korpus komandiri gözü orası tanıp, bir xanı haradadır? Dedim ki, yerində. Dedi, zəngələ gəlsin. Gəldi, dedi, sana nə dedim mən? Boynu qucaqladı, elə bir ki, bir yoldaş kimdir, general. Dedi, sən qormursan. Demirsən, orada bilirsən, pusku qurarlar, səni salarlar, puskuya, gedərsən, minyə düşərsən, belə. Dedi, qismətimə nə yazılır, cənab gəlir. Görürsən ki, salavat. Onda dedi ki, hə, bunlar tərtib edilir. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Tamam qardaşım, insanlarına Allah cəm şəhidlərimizə rəhmət eləsin. Həmişə o ad günü deyirdi, dedi ki, mən ad günü keçirdim. Deyirəm, niyə? 2016 ilində. Dedi, Rabif Orcovun şəhid olduğu gün mənim ad günü. Mən heç var ad günü keçirməmişim. Qorunun şad olsun, qardaş. Çox sağ olun, işləməlisiniz. Gözəl və dəyərli məlumat verdiniz. Biz muzey işçiləri üçün bu həqiqətən də dəyərli məlumatdır ki, çünki bizim muzeyə hər zaman gənc nəslin nümayəndələri gəlib. Bizlər də bütün eksponatlar haqqında gərək bunlara düzgün məlumat verək və bu eksponat haqqında da düzgün məlumat verilməsinə yenidən bizə öz sözündən, öz tövhəmini verdi. Çox sağ olun. Və hər zaman bütün tədbirlərdə, bütün şəhid anım tədbirlərdə, bütün qəhrəman tədbirlərdə yaxın iştirakçısı, aparatçısı Qorxmaz müəllimi, Qorxmaz Qarabağını hər kəs tanıyır. Mən indi də sözü Qorxmaz müəllimə. Mən Sahib müəllim səhər deyəndə ki, xana haqqında tədbir keçirəcəyik. Mən çox fəxrlə dedim ki, baş üstə orada mən iştirak eləməliyim. Çünki xanı qardaşımız bizim gənclərin qəhrəmanlığı idi. Hansı məktəbə gedirdin? 8-ci, 9-cu, 10-cu, 11-ci sinif şagirdləri hamısı o məktəbə gələndə hər biri Sahib müəllim bəzi çox gözəldir. Dərsdən qaçıb hamısı gəlib onun ətrafında onun qəhrəmanlığına, onun igidliyindən danışanda onu dinləyirdilər. Və həmişə də tədbirlərimizə gələndə deyirdi ki, mən hamınızdan xahiş edirəm, yəni bunun təşkilatçılığını sən edirsən. Orta məktəbdən ancaq oğlan uşaqların gətirir. Çünki igidliyi, qəhrəmanlığı oğlan uşaqları öyrənir. Və onun sözünü də yerinə salmayıb, o qaydada eləyirdik. Bütün tədbirlərimizdən nə çatışmamazlığımız var idisə, hamısını bizə deyirdi, biz də onu böyük məmnuniyyətinə yerinə yetirirdik. Onun böyük oğlu Hüseynin müəllimi də olmuşu. O məktəbdə gəlib bizlə ünsiyyətdə də olur, salam mələkümüz də olur, dostluğumuz da olur. Və mən yenə deyirəm, onun şəhid olduğu günü Bərdədə mən toy deyim, Ağdamların toyunda. Orada artıq mənə məlumat veriləndə ki, xanı şəhid olub, toyu həm aparırdım, həm oxuyurdum, tək idim özdə. Mən bir anlığa oturdum, o toyun yiyəsi gəldi, dedi ki, mənim, nə oldu, rənginiz ağardı. Dedim ki, bəs xanə həm şəhid olub.
inanırsınız, o toyda nə qədər adam var idi, hamısı xəstəxanaya getdi. Saat 12-yə çəkən toy, 9-da heç kim olmadı. Hamı çıxdı getdi, xəstəxanada onun yolu gözlədi. Mən onun dəfn günü Azərbaycanın elə bir bölgəsindən adam yox idi ki, orada olmuyor. O, tək Ağdamın yox, o Azərbaycanın qəhrəmanı idi. Mən yəni istərdim ki, onun o igidliyin, o qəhrəmanlığın, Raqif Orucovdur, Xan Əmidir, onların igidliyin, qəhrəmanlığın bizim dövlətimiz daha da dəyərlənsin. Çünki onlar dövlət üçün, bizim torpağımız üçün, azadlığımız üçün, bizim gənclər üçün onlar bir örnək idi. Nətər ki, Polad Həşimov şəhid olanda bütün Azərbaycan gəncləri qalxdı ayağa. O cümlədən Raqif Orucov şəhid olanda bütün Azərbaycan gəncləri qalxdı ayağa. Xan Əmi şəhid olanda bütün Azərbaycan gəncliyi qalxdı ayağa. Qəhrəmanlıq budur. Milli qəhrəman bax elələrinə də düşür. Mən istərdim ki, ona odur, Raqif Orucovdur, onlara da milli qəhrəman adı versinlər. Və bütün tədbirlərimizdə hamısında, biz Şəhidlər Xiyabanında, tədbirlərimizdə həmişə Xan Əmini yad edirik. Həmişə. Onun ruhu büyünlərim bizim yanımızdadır. Mən atası ilə videosuna baxmışam. Çayın qırağında oxumaq ölkədir. Vətən bağı al-əlvandır. Yox üstündə sarıdır. Yenə deyirəm, siz atanızla fəxr edin. Siz qəhrəman övladlarsınız. Qəhrəman. Bax, onu bircə yadınızdan çıxartmayın. Siz qəhrəman övladısınız. Allah, yenə deyirəm, məqamınızı eləsin. Allah sizlərə səbir versin. Adam var ki, evdən gedir, adam var, eldən gedir. Bizim qəhrəmanımız eldən gedən qəhrəman. Və Sahib müəllim, sizə böyük təşəkkürümü bildirirəm. Allah canı sağ eləsin. Onu da qeyd edeyim ki, Neymət müəllim işlə bağlı gələ bilmədi, amma dedim, mən əvəzdən mənim baş sağlığımı çatdır. Neymət müəllim də onun otağına girsən, bir dənə Xan Əminin şəklini qoy bura. Və nə vaxt gedirsən, oturub ancaq onun xatirələrindən danışır. Allah vətənpərvər qardaşımıza qən-qən rəhmət eləsin, məqamını uza eləsin və bizim gənclərimiz də hamısı onun qəhrəmanlığın, igidliyin həmişə Sahib müəllim, sizin sayənizdə öyrənəcək. Təşəkkür edirəm. Çox sağ olun. Muzeyimizin bütün kollektiv adından sizə özləri minnətlarımızı bildiririk ki, rayonda keçirilən bütün tədbirlərdə vətənpərvərlikdə sizin iştiraklarınızı hər zaman görürük və sizin gənclərə, gənc nəslin övladlarına hər zaman həm qayğı ilə yanaşırsınız, həm də qəhrəmanlarınızı tanıdırsınız. Və bizim bu günlərin danışmağa sözümüz daha çoxdur. Yəni ki, tədbir iştirakçılarından mən baxdım ki, hər kəsə söz verdim. Mən mütəəssir şəhidimizin, qəhrəmanımızın ailə üzvlərinə bir Xan qardaşımız haqqında burada bir xırda video çarxlar var. Bəzi toplamışıq onları bir yerə 7 dəqiqəlıq, 6 dəqiqəlikdir. Ona baxaq, ondan sonra da sözü verəcəyik ailə üzvlərinə, yaxınlarına. Ailə üzvlərinə bir daha səbir deyirəm, can sağlığı arzulayıram, onun övladlarına can sağlığı arzulayıram. Bəli, Xanı qardaşımız həmişə vətənə, gənc nəslin nümayəndələrinə, məktəblərə həmişə o söz deyirdi. Onun son sözü də oldu, əvvəlki sözü oldu ki, vətəni sevirdi. Və yeganə düşmənimiz olan erməniyə qarşı həmişə bilir ki, bizim düşmənimizdir. Allah məkanımızı eləsin, məqamımızı eləsin, Allah yaxınlarına səbir versin və hansı ailəyə
insan övladının ailəsinə hər zaman nəsə bir baş verəndə, ailənin böyüyünə bir şey olanda, onun birinci yaxınlarından biri olan, onun övladlarına yaxınlarından biri olan, ya əmidi, həm də dayılar yaxın olur. Bu günlərim şəhidimizin qayını, balaların dayıları da iştirak edir. Mən ailə üzvü olaraq istərdim, qardaşımıza söz verəm. Çox sağ olun. Oğlum çətin. Yəni mən işğalın yarısını tərifləməmişim. Mən də istəmirəm ki, üzülü saldım. Orada çətinlik var ki. Onu sizlərə can sağlıq, bilirsin, adına köməyiniz olsun. Hər biraz öz təşəkkürüm bildirməm. Öz ailəmizə bunlar. Çox sağ olun, minnətdarım. Çox sağ olun qardaş. Hamımız üçün çətindir. Çünki xanını hər bir kəs tanıyırdı. Bugün onun burada silahdaşları, döyüş yoldaşları və onun qəhrəmanlığına böyük qiymət verən insanlar var və bugün burada məktəblilər var. Bu tədbirdə iştirak edən məktəblilərlə belə tədbirlər onların həyatında mühüm rol oynayır. Onlara gələcək həyatlarında uğurlar arzulayırıq və mən istərdim ki, bizim gələcəyimiz olan xanının oxşarı, xanının davamçısı, ailəsinin davamçısı onun övladına çəkir. Şunu bildirirəm, Allah hamısından razı olsun. Çox sağ olun ki, atam yadını çıxartmış. Mən indi çox danışamayacağım, üzrü sağlayım. Həqiqətən hamı üçün çəkin. Bir daha çox sağ olun, bunlar üçün mənə. Sağ olun, Allah can sağlığı versin. Sənin gələcəyin Allah xoşbəxt eləsin. Hamımız üçün çətindir, ancaq bir şey var ki, sənin atan əsl qəhrəmandır, xalqın qəhrəmanıdır. O, bu günlərim cismən yanımızda olmasa da, ruhən yanımızdadır. Görürsən, bura nə qədər insan toplaşır. Adi insan həyatdan gedir, onun heç yaxınları da bir müddətdən sonra unudurlar. İllərlə hansısa bir vəzifədə işləmiş kolxoz dövründə insanlar olub, kolxoz sədri işləyir. Yaşadığı dövrdə qılıncın dağ daşəsi, qabaq daşəsi, ancaq bu günlərimiz onların qohumları tərəfindən də yad olunur. Ancaq illərlə müharibələrdə, illərlə müəyyən işlərdə qəhrəmanlıq göstərən insanlar həmişə xalqın yaddaşında yaşayır, onlar dünyaya ölmürlər. Hər zaman qəlbimizdədir və qarşıdan xanı qardaşımızın doğum günü, mövlud günü gəlir. Biz elə bu tədbiri keçməkdə Sevdə xanımla məsləhətləşdik və bu tədbiri ona görə keçirdik. Və hər zaman da bilin ki, xanı qardaşımızın əməli ilə, öz qəhrəmanlığını yaşayacaq. Bütün bu günlərim hər bir ağlamı onunla fəxr edir. Hər bir Azərbaycanla fəxr edir. Azərbaycan hansı güşəsinə bu günlərin, hara gitsin, xanının adını çəksən orada hamı baş yayır, hamı ehtiram edir. Yəni, o deməkdir ki, o insan yaşayır. Və həyat yoldaşına, qızımıza danışmaq istəyirsinizsə, sizə də söz verdik. Buyurun. Söz verdiyinizə görə təşəkkür edirik. Hər kəs çıxış elədi, xan haqqında bir gözəl sözlərini, rəylərini bildirdi. Allah hər birinizdən razı olsun, ayrı-ayrılıqda hər birinizə təşəkkür edirəm. Xanı həqiqətən bir qəhrəman idi. Xanı həm... Yəni, mən xanının adını körpə yaşlarımdan eşitmişdim, özünü görməmişdim. Mən onu bir vətənpərvər, qəhrəman oğul kimi çox istəyirdim. Hətta orta məktəb oxuyanda gedirdim, mən məktəbdə xanı haqqında danışırdım. Sinif yoldaşlarımla. Çünki onun ailəsi danışırdı, bacıları. Bizim qonşuda onlar məcburi köçkün qalırdılar. Onlar danışırdı, mən də gedib məktəbdə danışırdım. Mən öz dayılarıma belə deyirdim ki, siz yaxşı kişi olsa siz ağdamı qoyub gəlməzdiniz, amma xanı kişi kimi döyüşür, torpaqlarını qoruyur. Xanı bizim üçün həmişə qəhrəman olub, həmişə ondan fəxr eləmişik. Elə bir özlə boydu getdi, axıra qədər də ondan fəxr edəcəyik. Onun ayın 5-i doğum günüdür. Xanı aprel döyüşlərindən sonra yəni, məhz polkovnik leytenant Rauf Borcovun dəfn günü o gün olduğuna görə xanı 2016-dan ad günü keçirmirdi. Bir dəfə də keçirmədi, Allah'a hamd olsun.
Allah cəm şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Sahib müəllim, sizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. Əziyyət olanların hər birinə. Sevda bacım, çox sağ olun. Bu gün burada çıxış eləmək bizim üçün həm qürurludur, həm də təsirlidir. Belə həm də fəxirdir ki, mən burada bu günlərim Gezir xanımın həyat yoldaşı kimi iştirak edirəm. Çox sağ olun, bir daha sizə minnətdarlıq edirəm. Allah razı olsun hər birinizdən. Təşəkkür edirəm. Çox sağ olun bacımız. Bizə bu işə görə sağ ol düşmür. Biz vətənpərvərlik borcumuzu yerinə yetiririk. Bu bizim vətəndaş borcumuzdur. Çünki o insan öz canından, qanından keçib, vətən yolunda keçib. Dövlətimiz uğrunda fəaliyyəti olur, dövlətimiz uğrunda, dövlətimizin quruculuğunda, ordu quruculuğumuzda böyük zəhmət olur. Onun haqqında kim nə etsə, hər bir Azərbaycan vətəndaşı yenə azdır. Məqamımız olsun. İndi isə mən istərdim bizim gözəl qızımız onun haqqında danışsın və qızımızın ali məktəbə qəbul olunan vaxtı mən sizə deyim ki, xanım qardaşımızla rastlaşdıq, o sevinci mənlə də böldü və mənə dedi ki, məni təbrik edə bilərsən, qızım ali məktəbə qəbul. İlk öncə salam. Təşkil etdiyiniz tədbir üçün sizə təşəkkür edirik. Çox sağ olun, ayırdığınız vaxt üçün, göstərdiyiniz hörmət üçün. Allah razı olsun hər birinizin. Biz atamla sağlığında da fəxr edirik. Sadəcə şəhid olandan sonra yox. O heç vaxt öz adından heç bir yerdə istifadə eləmədi. Həmişə öz qabiliyyəti ilə irəli getdi. Bizə də onu öyrətdi ki, həmişə öz qabiliyyətinizlə irəli gedin. Həmişə də fəxr edəcəyik. Bugün onun övladı olmaq, onun nəslinin bir nümunəsi olmaq bizim üçün bir qürur hissidir. Başqa bir şey deyil. Sadəcə bir heyf istənirəm ki, kaş biraz daha çox yaşayaydı, biraz amma onun xatirəsi anıldıqca, belə tədbirlər keçirildikcə bilirəm ki, yəni o yaşayır, cismən də olmasa ruhən yanımızdadır. Onun şirin xatirələrini belə anmaq mənim üçün bir dünyadır. Atamı fikirləşəndə, onun haqqında gözəl şeylər yadıma düşəndə deyirəm ki, çox yaxşı ata olubdu. Təkcə bir hərbiçi kimi yox, həm də ailə bacısı kimi o ailəsində də, övladlarının yanında da həmişə fəxr ediləsi insan olubdu. Darıxıram onun üçün. Bir dənə deyirəm ki, kaş sarıla biləydim, kaş qucaqlaya biləydim elə. Amma həyat davam edir. Biz inşallah atamın, onun övladları, 2 oğlu var, 2 qızı var. Onun xatirələrini yaşadacağıq inşallah. Hər şey üçün təşəkkürlər, iştirakınız üçün təşəkkürlər. Çox sağ olun. Burada olmaq bugün atamın bir övladı kimi burada iştirak etmək mənim üçün bir fəxr hissiydi. Çox sağ olun. Çox sağ olun qızım. Siz heç zaman özünüzü tənha hiss eləməyin. Çünki sizin xanı boyda, xanı böyüklükdə, Azərbaycan böyüklükdə, dünya böyüklükdə atanız olur. Və hər bir Azərbaycanlı onunla fəxr edir. Və bizim tədbirimizin artıq sonudur. Hər zaman bizim bir şüarımız var. Qəhrəmanlar unudulur. Allah hər birinizə can sağlığı versin və bu günlərin dəvətimizi qəbul edib gəldiyiniz üçün hər birinizə öz dərin minnətdarımızı bildirir. Çox sağ olun. Sağ olun.